Azərbaycanın Səsi İctimai Birliyinin sədri, yazıcı publisist Məşədi Faiq Əhmədov da olmuşdur. İlk növbədə tədbirə toplaşanları 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edən Faiq Əhmədov, daha sonra erməni terrorizmi mövzusunda bəzi fikirlərini bölüşmüşdür. Natiq qeyd etmişdir ki, Asala, Krung və digər bu kimi terror təşkilatları hər zaman erməni separatizminin əsl simasını əks etdirən güzgülər olublar. Bütün dünyada isə Türk milləti qədər bu separatizmdən çox əziyyət çəkən ikinci millət olmayıb. Məxsusi olaraq Xocalı soyqırımını xatırladan Faiq Əhmədov vurğulamışdır ki, bu hadisə də bütün Türk dünyasının yaşadığı ən böyük və dəhşətli faciələrdən biri kimi qeyd olunmalıdır. Faiq Əhmədov həmçinin demişdir: Ola bilsin ki, bugün hansısa xarici qüvvələr Qarabağ kartı ilə manipulyasiyalar edərək dövlətimizi təhdid etməyə çalışsınlar. Lakin bu mümkün olan iş deyil. Çünki bugün Azərbaycanın güclü ordusu vardır və ölkə prezidenti cənab İlham Əliyevin də öz çıxışlarında dediyi kimi biz Qarabağ torpaqlarını mütləq işğaldan azad edəcəyik. Öz çıxışının sonunda Faiq Əhmədov bir daha əmin olduğunu bildirmişdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək və gec-tez bütün torpaqlarımızda üç rəngli bayrağımız dalğalanacaq. Mən inanıram ki, bir gün gələcək, biz Azərbaycan bayrağını İrəvanda asacağıq.